hansı mürəkkəb cümləni sadə cümləyə çevirmək olmaz? Demək, mürəkkəb cümlələr, özü də tabeli mürəkkəb cümlələr nə zaman sadə cümləyə çevrilir? Budaq cümlə məsdər, fe'l sifət və yaxud da ki, fe'l bağlama tərkibi formasında sadələşdikdir. İndi baxaq. İndi kim çalışsa mükafat ala bilər. Belə, indi kim çalışsa budaq cümlədir, mükafat ala bilər baş cümlədir. Sasiyə şərt şəkilçisi olan isə budaq cümlə olur. Bunu belə sadələşdirə bilərik. İndi çalışan mükafat ala bilər. İndi çalışan mükafat ala bilər. Demək, mükafat ala bilər kim? İndi çalışan. Baxın, indi kim çalışsa budaq cümləmiz idi. Həmin o budaq cümləmiz fe'li sifət tərkibi formasında sadələşdi. Demək ki, birinci mürəkkəb cümləni sadə cümləyə çevirə bildik. İndi məşq etsə qalib gələr. İndi məşq etsə qalib gələr. Bunu sadə cümləyə çevirə bilərikmi? İndi məşq etsə qalib gələr. Yox, bunu sadə cümləyə çevirmək olmur. 2-yi götürək. Əkən bilməz, biçən bilər. Baxın, bu tabesiz mürəkkəb cümlədir. Biz mürəkkəb cümləni sadə cümləyə çevirmək deyərkən tabeli mürəkkəb cümləni sadə cümləyə çeviririk. Amma tabesiz yox. Ona görə 3-ü də götürərik. Ağıllı adam odur, dediyinin nəticəsini əvvəldən görə bilir. Burada ağıllı adam odur. Ağıllı adam kimdir? Bu isə baş cümlədir. Dediyinin nəticəsini əvvəldən görə bilir budaq cümlədir. Baxın, belə formada sadələşdirə bilərik. Dediyinin nəticəsini əvvəldən görə bilən ağıllı adamdır. Dediyinin nəticəsini əvvəldən görə bilən ağıllı adamdır. Ağıllı adamdır kim? Dediyinin nəticəsini əvvəldən görə bilən. Budaq cümləmiz yenə fe'li sifət tərkibi formasında sadələşdi. Demək ki, necə cümlədir? Sadə cümləyə çevirə bildik. Cavabımız olur 2 və 3.